Salam, axşamınız xeyir. Deməli, bugün 11 may 2025-ci il. Yığırıq 189 taksi xidmətini. Bayaqdan yığıram, cavab verən yoxdur. Sürücüyəm, proqramım açılmır, cavab vermirlər. Müştəriyəm, zəng vururam, cavab vermirlər. Yəni, baxın, siz də şahid olun. Salam, siz 189 xidmətinə zəng etmisiniz. Baxın. Mənim buradan sözüm bu 189 Zənginiz qısa zamanda cavablandırılacaq. 189-un müdiriyyətinədir. Təşəkkür edirik. Siz bu beləncə xidmət olmur. Belə adboy verirlər. Operatorlarınız yatır, sifarişləri satır, ancaq öz maşınlarınıza sifarişləri ötürürlər, reklamsız maşınlara sifariş vermirlər. Bax, indi də gördüyünüz kimi, ay sizin şirkət boynuzu ilə soxum. Ben müşteriyəm, mən zəng vururam ki, taksi sifariş edin 189-dan. Operatorlarınız yeyib içib yatır baxı. Ay sizin boynunuzu yerə soxum mən. Ay sizin şirkət öləsiniz. Sizin qara boynunuzu yerə soxum mən. Sizi qara yerə soxum mən. Tüpürüm sizin şirkət adınıza, tüpürüm sizin şirkət işinizə, tüpürüm sizin şirkət sisteminizə. Ona görədir, bax bu xarici şirkətlər Azərbaycanda at oynadır. Boltdur, Uber'dir, Yango'dur, Maxim belə yaxşı edib sizin ağzınızın içini qaşıyır. Yaxşı edib sizi beləcə batıra-batıra gedir. Çünki siz buna layiqsiniz. Həm sərnişin olaraq deyirəm, həm sürücü olaraq deyirəm, həm müştəri olaraq deyirəm. Müştərilər də bezib sizdən. Artıq korporativ sifarişləriniz də əlinizdən çıxa-çıxa gedir. Bilirsiniz nəyə görə? Çünki sifariş verəndə müştəri yaxındakı maşını yox, öz reklamlı maşınlarınızı və o operatorlarınızın cibinə pul basan şoförlər var ha. Onları axtarıb sifarişi onlara verirsiniz. Müştəri də 15 dəqiqə, 20 dəqiqə gözləyir, sonra atkaz edir, gedir Yango ilə, Boltla. Neçə dəfələrlə Yango'dan, Boltdan sifariş götürmüşəm, korporativ sifariş. Deyirəm, bəs harada işləyirsiniz? Port Bakuda, Ağşəhərdə. Əvvəl deyir, qardaş 189 ilə işləyirik, gəlmirlər, 40 dəqiqə gözləyirik. Biz də müdiriyyətə şikayət eləmişik, beləncə artıq Yango ilə, Boltla işləyirik. Bir də deyirəm, 189 taksi xidməti. Sizin taksi xidmətinizə tüpürüm. Sizin qara boynunuzu yerə soxum. Belə boynunuzu qara torpağa soxum. Utanıb bölüb xəcalət çəkmişsiniz. Belə şirkət işlədirlər. Gedin özünüzü asını öldürün də. Ya da o şirkəti bağlayın. Cəhənnəm olsun, canımız qutarsın da sizin əlinizdən. Ay elitar 189, ay nə bilim Cangacurun 189. Bir ləyəqsiz bir şirkətsiniz siz. Maxim sizdən qeyrətlidir. Bolt sizdən qeyrətlidir. Uber sizdən qeyrətlidir. Yango sizdən qeyrətlidir. Nə müştəriyə hörmət qoyursunuz, nə sürücüyə hörmət qoyursunuz. Biabır olasınız sizi.